Sağlam, yine ekskluzif bir reseptle karşınızdayım. Tam sağlam pizza hazırladım sizler için. Elə isə keçək reseptə. Deməli, tavaya azca yağ tökürəm. Sonra toyuq əlavə edirəm. Toyuq filesi, üzərinə tuzunu, istiotunu, ürəyiniz hansı ədviyyatlar istəyir əlavə edə bilərsiniz. Sonra qəşəngcə qızardıram. Pizzamın xəmiri üçün istifadə eləmişəm mərcidən hazırladığım tam sağlam, glutensiz lavaş. Bunun da resepti bundan bir əvvəlki videoda göstərmişəm. Tamamilə sağlam resepti, dadı isə möhtəşəmdir, mütləq onu da sınamalısınız. Deməli, pizzanın xəmirinə istifadə elədim lavaş, üzərinə mozzarella pendiri, sonra isə toyuğun filesidir, pomidordur, bibərdir, qarğıdalıdır. Siz istəsəniz zeytun da əlavə edə bilərsiniz, yəni ürəyiniz necə istəyir. Sonra üzərindən yenə azca mozzarella əlavə edirəm və tavanın qapağını örtürəm ki, mozzarella ərisin. Xatırladım ki, tərəvəzlər tam bişmir bu halda, yəni alaçı qalır. Siz istəsəniz sobada da pişirə bilərsiniz, o zaman ərzaqlarınız tamamilə bişmiş olacaq. Əsl pizza ilə yəni yarışar da bu. O dərəcədə ləzzətlidir. Dəhşətül vəhşət. Mütləq yoxlayın, mütləq. Sağlam qidalananlar üçün ideal reseptdir. Videomu bəyəndinizsə kanalıma abunə olmağı, videomu bəyənməyi, şərhlərdə öz fikrinizi mənimlə bölüşməyi unutmayın. Gələn videolarda görüşənədək hələlik.